Əsir etmiş nigar məni. Koroğlu Azərbaycanın ən məşhur qəhrəmanlıq dastanlarından biridir. Baş qəhrəman Koroğlunun adı xalqımızın igidliyi, mübarizliyi, vətənpərvərliyinin simvoluna çevrilib. İndiyə kimi bizə şifahi xalq ədəbiyyatından məlum olan Koroğlunun adı ilə bağlı hadisələr əfsanəviləşərək öz əksini Koroğlu dastanında tapıb. Dastanda hadisə və şəxsiyyətlər silsiləsinin tarixli xətti pozulmayaraq Koroğlunun igid, döyüşçü, gözəl qoşmalar müəllifi olan istedadlı şair və aşıq olması tarixi həqiqət kimi qorunub saxlanılıb. Bu məlumatlar folklorşünaslar tərəfindən 19-20-ci əsrin əvvəllərində xalq arasında toplanan məlumatlar əsasında yazıya alınıb. 60-cı illərin sonunda isə Gürcüstan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda Koroğlu dastanının yazılı versiyası tapılıb. Artıq Azərbaycanda da alimlərin və tarixçilərin diqqətini çəkən versiya hazırda öyrənilir və tədqiq olunur. O yazıya alınmış versiya özü 19-cu əsrin əvvəllərində yazıya alınmışdır və orada qeyd olunur ki, daha qədim əlyazmanın üzərindən köçürülmüşdür. Yəni, deməli, 17-ci əsrin sonlarında tərtib olunmuş əlyazmanın üzərindən köçürülən bir variant. Beləliklə, son əldə edilən məlumatlara əsasən Koroğlunun tam mifoloji personaj olmadığını demək olar. Onun təqribən 16-cı əsrin ikinci yarısı yaşadığı güman edilir. İrəli! Həsən xanın qalasına hücum! Mifoloji personajın əsasında bir tarixi şəxsiyyət durur. Ola bilər ki, o adamın adı doğrudan da Koroğlu olmasın, başqa cür olsun, amma orada təsvir olunan hadisələr doğrudan da baş vermişdi. Koroğlu hərəkatı o, deməli, 17-ci əsrin sonunda, demək, Kiçik Asiyada, Osmanlı İmperiyası, bir də Qafqazda, Azərbaycanda, Cənubi Azərbaycanda baş verən xalq hərəkatı, Cəlali hərəkatının təcəssümüdür. Koroğlunun atasının gözlərinin çıxarılması ilə bağlı da müxtəlif versiyalar var. Folklor mənbələrinə əsaslanan daha yeni versiyalarda, aşıq versiyalarında bu Osmanlılar tərəfindən həyata keçirilmiş bir əməliyyat olur. Tiflisdə tapılan, demək, əlyazmaya əsasən, deməli, onun gözlərini çıxardan, onu kör edən Şah Abbas olub. Və doğrudan da Şah Abbas dövründə biz bilirik ki, qızılbaşlara və türk qəbilələrinin başçılarına qarşı repressiyalara yol verilib. Bu versiya tarixi faktlara əsaslandığına görə daha doğru versiya hesab oluna bilər. Maraq doğuran daha bir fakt isə Koroğlu personajının bir çox qonşu xalqlarda, Özbək, Türkmən və türk dilli xalqlara aid olmayan tacik ədəbiyyatında da olmasıdır. Gəlirlər! Gəlirlər! Orada təsvir olunan mətbəx, orada təsvir olunan, yəni musiqi alətləri, sazdı, qopuzdu. Orada ümumiyyətlə təsvir olunan, məsələn, cangavərlik nümunələri, məsələn, insanlar arasında münasibətlər, bunlar hamısı, demək, türk tərəkkəmə mühitinə, demək, xas olan şeylərdir. Yəni, burada heç bir şübhə də ola bilməz, sözsüz. Sadəcə hansı türk tayfası? Bax, bu göstərilmirdi. Amma Tiflis əlyazmasında onun məhz Cəlali tayfasına aid olması göstərilir. Cəlali hərəkatı isə, demək, Şah Abbasa qarşı o cərəyan edən qızılbaşların hərəkatı olub. Təkcə Şah Abbasa qarşı yox, Osmanlılara qarşı da sonra cərəyan edib. Beləliklə, bütün bu faktlar onu göstərir ki, Koroğlu dastanında təsvir olunan hadisələr tarixdə baş verib və dastanı tam olaraq nağıl hesab etmək doğru deyil. Sevinç İskəndərova, Talih Mahmudov, Azərtac.